Deməli millət, biraz daha rəngli hissəyə keçirik. Biraz daha rəngli hissə dedikdə mən CSS-imi nəzərdə tuturam. Yadınızda bizim belə bir rezervasiya saytımız var idi və biz bunu yazmışıq, belə skelet kimi görsənir, çox da belə xoş görüntü deyil. Və biz istəyirik ki, buna əlavə olaraq bir gözəlləşdirək. Buna bir makiyaj çəkək, üzünə bir qəşəng bir elə bil aboy vuraq, üstünə bir tekstin stilini dəyişək, yəni da hamısından eləyək. Bunun üçün də bizə bildik ki, CSS-imiz lazımdır. Yəni ki, Cascading Style Sheet istifadə olunur. Bu CSS bizdə necə istifadə olunur? Bu CSS bizdə 3 qaydada. Bilən var. 1, bəli. Bir inline var, bir internal var, bir external var. Gözəlsən. Bəli. Bir inline var. Inline dediyimiz, yəni ki, bizdə teqlərimizin içində yazılan nəzərdə tutulur. Yəni mən artıq gedib bu formumu müəyyən qaydaya salmaq istəsəm, gedib buna inline olaraq deyəcəm ki, məsəl üçün mənim formum var. Bu formumun style olacaq. Style yazırsan, bərabər qoyursan və avtomatik olaraq CSS propertilərin çıxır. Tutaq ki, mən buna gedib deyəcəm ki, bunun width olacaq, yəni eni olacaq nə qədər? 400 piksel, tutaq ki, deyirəm. Bunların üstündə çox durmayacam millət. Yəni ki, oturub bir baş salmayacam, hansı nədir, hansı nədir. Gələn dəfə tam şəkildən üstündən keçəcəyik. Bir, ikinci də ki, Elcan sizə bir saat yarımdır bunlardan, bir saat yarım yox, 3 saatdır bunlardan danışır təxmini. Düşünürəm ki, hamısını lazım qaydada başa düşmüsünüz. Əsas tətbiq məsələsini göstərəcəm. İndi tətbiq eləyəndə biz, məsəl üçün, burada bizim hal-hazırda formumuz var. Bəli, bir formumuz var. Biz başlayırıq yavaş-yavaş. Bunu, bəli, biz inline qaydada yaza bilərik. Inline bizə harada sərf eləyir? Məsəl üçün, bir dənə gedib buna width verəsən da, burada sərf eləyir ki, gedib inline yazasan. Tamam. Çünki bura yazdın, qurtardı. Amma məsəl üçün, bu inputların ölçüsünü nə qədər verəcək? Tutaq ki, hamısını buna da, buna da, buna da, buna da hamısını 100% verəcəm. Onda, yəni ki, style yazdım. Tutaq ki, deyirəm ki, sənin ölçün olsun 100%. 100% olanda bu arada çöldəki ölçünün 100%-i qədər tutur. Aydın oldu? Yəni gedə biləcəyi 100%-lik ölçüyə qədər gedir. Yəni sən bu çöldəkinə desən ki, sənin ölçün 100%-dir, onda 100%-ə qədər gedir. Yəni ana elementinin 100%-nə qədər. Baxırıq görürük, amma ki, bunlara da verməliyəm axı eynilərindən, düzdürmü? Yəni buna görə mənim müəyyən qədər çətinliyim yaranır deyə artıq məsəl üçün bu hissədə daha əlverişlidir ki, mən bunlara ayrı-ayrı style verməkdənsə, bunlara bir klass verərəm və bunu internal və yaxud external bir şəkildə yazaram. Internal bir şəkildə burada style teqlərimizin arasında yazmaq deməkdir. Çünki biz əgər HTML dokumentində CSS yazmaya çalışırıqsa, bildirməliyik ki, qardaş, HTML bu CSS-dir. Onu bildirməyimizin yolu da budur. Tamam. Yəni deyirsən ki, style-ın arasındasan, yəni ki, sən CSS-sən, qurtardı getdi. Əgər yəni external olaraq xaricdən gətirib qoşasansa bunu, burada artıq oturub yazmağa ehtiyac yoxdur ki, nə bilim, style teqlərimizin arası. Çünki bura HTML dokumenti deyil. Bu zaten .css uzantılı bir dokumentdir da. Yəni bunun arasında mən başqa bir şey yazmayacam ki, CSS-ə. Ona görə birbaşa olaraq mənim burada məsəl üçün CSS-imi yaza bilərsiniz. Aydın oldu ki, məsəl üçün forma gedib deyirəm ki, width 600 piksel. Tamam. Aydın oldu bu hissə? Bəli. Onda external CSS-im istəyirəm. External CSS-imi də inteqrasiya eləmək üçün gəlirsiniz buradan head hissəsindən linka basırsınız. Burada bir dənə style CSS yazanda avtomatik olaraq çıxır. Heç bunu yazmasanız belə burada link CSS də çıxır. Oradan belə buradan belə vurub avtomatik olaraq sayta inteqrasiya edə bilərsiniz. Bunu sildim getdi. Keçdim bu əsas hissəmə. Inline CSS adətən istifadə olunmur zərurət halının xaricində. Çünki HTML sənədini daha qarışıq göstərir. Ona görə maksimum dərəcədə HTML sənədimi rahat saxlamaya, yəni ki, sadə saxlamaya çalışıram ki, mən internal və yaxud external CSS-imdən istifadə edeyim. Birinci növbədə gedirəm ən çöldən başlayıram, deyirəm ki, baxın görürük ki, bizdə hal-hazırda bu 100%. Gedək bunun da internal CSS-ini, inline daha doğrusu CSS-ini silək. Input yox, input zəhmət olmasa. Ondan sonra görürük ki, hər şey əvvəlki qaydadadır. Bu 100% tutur, çünki blok elementi hal-hazırda gedib siz buna baxsaz, saytımızın tam hissəsini tutur. Blok element olduğu üçün. Blok elementi, inline elementi inşallah gələn dərslərimizdə öyrənəsiniz. Çox da başınızı qarışdırmaq istəmirəm. Deməli, getdik bir... Super, əla, əla. Gedək,
zaten tam məğzini getdikcə, dərs keçdikcə başa düşərsiniz. Yəni ki, biri özü qədər yer tutur, biri 100%lik yer tutur. Yəni bu qədər sadədir. Gedək məsəl üçün form yazıram. Mən deyirəm ki, form məsəl üçün sən olasan vitim olasan təxmini deyirəm ki, 50%. Tutaq ki, 50% görək nə qədər görsənir. Oba, bu qədər görsənir. Bu qədər çoxdur. Belə istəmirəm. Təxmini 35% tutaq ki. Ha, məncə yaxşıdır. Tamam, məncə yaxşıdır. Bu qədər bu ölçüdə olmağı nisbətən yaxşıdır. Və mən gedib deyirəm ki, form, bəli, vitin olsun 35% və avtomatik olaraq fikir verin, içindəki field setin də ölçüsü onunla eyni şəkildə daraldı. Gördünüz? Field setin ölçüsünü. Tam olaraq eyni qaydada daraldı. Çünki yəni bu 35%-dirsə, onun form 35%-dirsə, field set ondan qırağa çıxa bilməz. Yəni bu qədər sadə. Bunu elədikdən sonra mən gedib tutaq ki, deyirəm ki, mən sənə bir background ümumi tutaq ki, body'mə bir background color əlavə edirəm. Məsəl üçün mən sizə tövsiyə görürəm ki və tapşırıram ki, siz taglərin sırasına görə istifadə eləyin CSS-də belə. Yəni ki, body'dirsə, bu body formdan əvvəl gəlirsə və daha belə böyük ölçülü bir tagdirsə, belə deyim, daha belə prestijli bir tagdirsə, onu formdan daha əvvəl yazın. Tamam? Ki, girəndə ilk body'ni tapa biləsən. Ona da bir buradan rəng əlavə edirəm. Deyirəm ki, background color sənin rəngin olacaq. Burada bir rəng saxlamışdım. Bundan. Tamam. Görüm necədir. Hə, gözəl qəşəng şəkildə. Gördük ki, bu hər yerimə apply olundu. Hətta bunu biraz da belə göyləşdirə bilərik. Biraz da. Aha, daha gözəl. Görürəm ki, əlavə olundu, amma ki, baxın, bura da göydür, eyni qaydada. Mən deyirəm ki, amma yəni mən formun içini bu şəkildə istəmirəm. Formun background color-ına gedib deyirəm ki, sən ağ olaraq qalasan. Ağın kodu FFF-dir. Tamam. Bu şəkildə qalasan. Ha, super. Tamam, yəni bu oldu. Bundan sonra mən deyirəm ki, məsəl üçün, hələ ki, ölçülərlə davam edirəm. Ölçülərdən qırağa çıxmıram. Ölçülər nəyin ölçüsü ilə davam edirəm? Inputlarımın ölçüsü ilə davam edirəm. Deməli, mən də deyirəm ki, bütün inputlarım və sən bura input tagini yazdınsa, yəni bunu bu şəkildə eləyə bilərsiniz. Gedib burada, məsəl üçün, ID-yə görə, məsəl üçün, email ID-li inputa əlavə eləyə bilərsiniz və yaxud class yazarsınız. Baxın, belə. Bunu qoydunuz. Məsəl üçün, class yazarsınız. ID ilə classın fərqi nədir? ID isə yəni onun haqqında məlumat verir. Class isə siniflərə bölür, yəni. Ümumiyyətcə, ən əsas fərq budur ki, biri unique-dir, biri unique deyil. Yəni unique-dir, unique deyil o deməkdir ki, yəni sən bir dəfə bu elementə verilə bilirsən, fişo qurtardı getdi. Amma sən istifadə eləyirsən klasslara, siniflərə bölmək üçün və buna 4 dənə, 5 dənə inputa gedib mən class, siz inputsuz qısaca yaza bilərəm və gəlib burdan ona hamısını bir sinifə hamısını imp klassına müəyyən bir şey verə bilərəm. Nə verə bilərəm? Yəni deyərəm ki, tutaq ki, hamınızın nə olsun? Hamınızın viti olsun 100%. Tamam. Baxın, gördünüz bu 3 dənə. Çünki niyə 3 dənəsinə eyni klass verdim və bunu elədim. Və ID-yə də məsəl üçün onu desən ki, email ID-li inputumun olsun, tutaq ki, background color-ı bu rəng. Gördünüz? Sadəcə, yəni email ID-li inputuma məxsus oldu bu. Tamam. Əgər bunları istəmirsinizsə, demək bütün inputlarımı əlavə eləmək istəyirsinizsə, qayıdıb deyirsiniz ki, bütün inputlarım siz hamınız eyni ölçüdə olasınız, yəni ki, nə 100%. Və ID-dən istifadə eləyəndə qabağına dediyim kimi DS qoyursunuz, klassdan istifadə eləyəndə qabağına nöqtə qoyursunuz. Tagdən istifadə eləyəndə isə qabağına heç nə qoymursunuz. Mikrofonları da bağlayırsınız, zəhmət olmasa səs exo verir. Yazdıq bunu, vit. Gördünüz, hamısının viti çoxaldı, oldu 100%, 100%, 100%. Bir dənə select qalıb məndə ki, selectin ölçüsü, bir də buttonun ölçüsü. Mən bunların da ölçüsünə eyni zamanda 100% deyərəm. Amma ki, gedib belə yazmaq əvəzinə, millət, belə yazmaq əvəzinə, bu şəkildə, bu qaydada yazmaq əvəzinə, gedib mən bura deyərəm ki, kod təkrar eləmədən, inputun, selectin və buttonun bunların hamısının ölçüsü 100% olacaq. Gördünüz millət? Yəni birbaşa olaraq hamısı 100% oldu. Aydın oldu sizə?
Bir şey İnşallah ki. soruşabilirim ama. Soruş. Siz hal-hazırda CSS istifadə elədinizlər. Bəli. Amma CSS tapqası açmadınız da. SEO cəhətdən problem deyil bu. Yox. Tamam. SEO cəhət zaten normal real proyektdə, yəni SEO fikirləşəcəyin proyektdə bu qaydada CSS yazmazsan. Tamam. Bəli. Ki, SEO-ya təsir edən temalar tamamilə başqa məsələlərdir. Amma ki, normal proyektdə bu qaydada bunu yazmazsan. Yəni biz hal-hazırda bir task üzərində işləyirik. Normaldır. Tamam. Bəli. Bunları burada yazdınız. İndi deyirsiniz ki, məsəl üçün bunu ortaya gətirmək üçün birbaşa olaraq, oy Allah, background-u biraz belə elədik. Tamam, bu qaydada biraz daha. İndi deyirsiniz ki, məsəl üçün Elvin bunları ortaya gətirmək üçün. Mən deyə bilərəm ki, sizə bunları ortaya gətirmək üçün align center istifadə eləmirdiniz. Burada da eyni qaydada məsəl üçün text align center keçərlidir. Birbaşa gördünüz bunu ortaya verir. Bütün yazıları da ortaya verir. Aydın oldu. Amma ki, indi məndə problem ha. Məsəl üçün form elementim var mənim. Tamam. Form elementimin width 35%'dir. Tamam. Və o ay Allah. O açıldı, bağlanmadı. Nə oldu buna? Form elementimin width 35%'dir və mənə bir 100%'lik element lazımdır ki, form onun ortasına gəlsin, düşsün. Amma onu da verəndə bu adınızdır və s. hamısı gəlib harda dayanır? Fikir verin. Hamısı gəlir dayanır harda? Text, align, center. Hamısı gəlir ortada dayanır. Yəni biz əslində bu qaydada istəmirik. Düzdürmü? Bunun qabağını necə almaq olar? Sizə əlavə taglər öyrədib başınızı yormaq istəmirəm. Zaten ortaya gətirmək də çox belə problemli məsələ deyil. Amma ki, gedib label'ın içindəki sırf görürsünüz bu hansılar label'ın içində bunlar. Label'ın içindəki bizdə bu və s. düşür hara? Ortaya. Biz bunların ortaya düşməyini istəmirik da. İndi məsəl üçün gedək bir dənə baxaq görək. Label'ın içinə gedib desəm ki, sənə label. Sən text align center olma. Start ol. Desəm. Bir dənə bunu yoxlasam, alınmasa çox da şey eləməyək. Left yazaq da start yazmıyor. Bəli. Left yazsaq da gələr. Yox. İnanmıram. Yox. Bunu ortaya keçirtmək üçün başqa hər hansısa bir qabağa qaçmadan nəsə yol eləyə bilərəmmi? Yox, flex yox. Yəni qəti dərəcədə. Flexdir, positiondur uşaqlar. Hələ biz inanılmaz dərəcədə qabağa qaçmışıq hal-hazırda. Bu qədər eləməməliyik normalda. Tamam. Amma yəni inşallah siz götürdüyünüz müddətcə, qavradığınız müddətcə biraz qabağa qaçmaqlar olacaq. Bunu hələ ki ortaya gətir. Bunu şey qaydada ortaya gətirərik millət. Belə necə deyim, çirkin qaydada ortaya gətirərik. Çirkin qaydada necə deyirəm? Buranın bodysinə text align center verməyəcəyik. Biz elementləri kənarlaşdırmaq üçün və yaxud məsələn indi H1-ə hal-hazırda verək birinci. H1-ə gedib deyirəm ki, nə? H1-ə sözüm keçir. H1-ə gedib deyirəm ki, nə? Text align center. Tamam, sənə sözüm keçir. Ondan sonra H1-in colorına gedib deyirəm ki, sən ol, məndə burada bir dənə də rəngim var idi, bu rəngdə. Bu biraz daha tünd göy olmalıdır. Tamam, aysa. Bunu da biraz daha açıq mavi eləyək. Tamam. Biraz daha çirkin qaydada ortaya gətirək. Necə? İndi mən hal-hazırda bunu müəyyən qədər ortaya gətirməliyəm. Formu məsəl üçün sol tərəfdən uzaqlaşdırmaq üçün nə deyərəm? Bəli. Müəyyən qədər margin verə bilərik ki, sən nə ol? Form margin soldan uzaqlaş. Nə qədər uzaqlaş? Məsəl üçün 400 piksel desəm, görürük ki, lazım qədər uzaqlaşır. Məsəl üçün 400 yox, 450 piksel desəm, artıq demək olar biraz da belə paptu qaydada hesablayıb yazsaz, demək olar ortada. 475. Bəli. Məncə bu da ortadır.
Deyil. Simmetrik xəstələr var. Var. 75 eləyək. Tamam. Əla. Yaxşıdır. Allah razı olsun. Çox sağ ol, amin cümləmiz. Bunu eləyəndən sonra görürəm ki, artıq o şey margin padding təzə kateqoriyamız açıldı. Mən istəyərəm ki, məsəl üçün bunlar bu qaydada sıxışıq olmasın. Birinci şəkildə biraz field setimi gedib düzəltmək istəyirəm. Formdan sonra da field setim. Baxın gedirsiniz bura bir dənə field set yazırsınız. Nəyi düzəltmək istəyirəm millət? Baxın bu kənarlıqdır. Kənarlığın adı borderdır. Bordera gedib deyirəm ki, 2 piksellik solid. Bu bilmiş olarsınız. Soliddir, dashdir, dotdur. Tamam. Bunlar onu bildirir ki, yəni sənin borderların hansı qaydada olacaq. Və bilmirəm, borderlar olaraq heç buna field setdə, baxın, dashdə, ondan sonra dotda gözəl şəkildə icazə verir. Sən deyirsən ki, yox qardaş, düppədüz olacaq məndə, nə? Solid. 2 piksellik bu qaydada. Mən deyirəm ki, qardaş, bunun ürəyi sıxılır da burada. Bunu biraz buradan aralayaq. Onda gedib nəydən aralamaq istəyirsinizsə, bunu çöldəki elementdən aralamaq istəyirsinizsə, bu artıq paddingdir millət. Tamam. Padding margin məsələsini inşallah gələn dəfə çox aydın şəkildə hamısına girib izah eləyəcəm. Zaten Elcan izah eləyib, bilirəm, mən də bir dəfə girəcəm. Ki, buradan da zaten onu deyən görüm, hardan görürdük biz buradan? Source-a baxanda burada məndə şey açılırdı. Element hissəsində buradan bir dənə, buradan bir dənə sol, baxın. Baxın, border, baxın, görürsünüz, bir element gəlir, ondan sonra padding gəlir, ondan sonra border gəlir, ondan sonra margin gəlir. Yəni ki, margin çöldən olan məsafədir. Border elementin kənarlığıdır, padding isə borderdan element arasındakı məsafədir. İçəridəki kontekst arasındakı. Yəni ki, bu çölün formun border ilə, border olmasa da bu ağ hissə ilə içərinin arasındakı məsafəni tənzimləyən paddingdir. Ona görə gedib formun paddinginə deyirsən ki, sən hər tərəfdən tutaq ki, olarsan 15 piksel. Tamam. Hər tərəfdən mən 15 piksel verir. Əgər deyirsənsə aşağıdan yuxarıdan 20 piksel ol, soldan sağdan 10 piksel ol, tutaq ki, bu qaydada verirsiniz. 4-ünü də versəz artıq, bu sol, bu, baxın 4-ünü də versəz, 4 dənə yazsaz isə 30 piksel, 20 piksel nəmlə. Buradan sol, yuxarı, sağ, aşağı deyə düzəcək. Sol, yuxarı, sağ, aşağı. Ki, adətən 4-ünü işlətmirik, 2-2 işlədirik və yaxud 1 dənə işlədirik. Məncə, məsəl üçün 30 piksellik yazsaq normaldır. Tamam, və bunun biraz kənarlıqlarını bükmək istəyiriksə, bunun borderının radiusudur bu. Borderının radiusu, tak ki, deyirəm ki, 10 piksellik bükülmə ver. Avtomatik olaraq gözəl şəkildə büküldü. Ondan sonra artıq mən demək istəyirəm ki, bunlara da rəng vermək istəyirəm. Bunlar bütün bizdəki şeylər nədir? Bu yazdığımız font house-undan götürdüklərimiz nədir? Hamısı e-tag-dirlər, millət. Baxın, e-tag. E-tag, görürsünüz. Gedib deyirəm ki, bütün e-taglərimin rəngi nədir? Qalır. Olsun bundan. Gördünüz? Və deyirəm ki, biraz da sağdan məsafə ver. Sağdan məsafə nədir? Elementin çöldən məsafəsi. Razıyam sizlə. Razıyam sizlə. Margin right-da ver, tak ki, 5 pixi. 5 piksel. Oba, məncə ideal. Və bunu artıq əlindən fontunda dəyişə bilirsiniz. Əvvəllər bold mod tag yazırdınız, italik metalik. İndi deyirsiniz ki, qardaş, font style italik olsun, normal olsun, nə bilim nə olsun. Deyib deyə bilirsən ki, italik olsun. O da deyir ki, qardaş, nə edirəm? Olmuram. Gördünüz? Niyə olmuyor? Qardaş, biz nəyə italik verməyə çalışırıq? İkona italik verməyə çalışırıq. Biz içindəki yazılara verməyə çalışmalıyıq hal-hazırda. Mən label'ın içindəkilərə deməliyəm, düzdürmü? İtalik deginə italik verməyə çalışırıq. Düzdürmü? Font, nə? Style. Deyirəm ki, italik. Oldu? Bir dənə də istəyirəm ki, bold olsun. O nədir? Font weight. Bəli. Bu artıq əllə də tənzimləyə bilirsiniz mexaniki qaydada. Mexanika burada bildiyiniz. Ya da ki, gedib rahat şəkildə deyirsən ki, bold. Bəsindir. Tamam. Və biraz da deyirəm ki, məsəl üçün, mən inputlarımı əl gəzdirim. Inputumun da buradan biraz aralı olmağını istəyirəm müəyyən qədər.
Ona görə gedib artıq nəyə padding verməliyəm mən? Görürsüz bunu? Nəyə verməliyəm? Field setə, yes. Artıq field setə gedib deyirəm ki, sənin içəridən məsafən hər tərəfdən 10 piksel olsa bəsdir. Bu arada şeyin də paddingi biraz çoxdur. Bu da 20 piksel olsun. Tamam. Bu da 10 piksel aşağıdan yuxarıdan saxlasın. Field set saxlamır şey məsafəsini. Padding saxlamır. Məncə saxlamalıdır. Ay, sağ ol, saxlayır. Gör kimi də saxlayır. 20 piksel. Bir dənə də buna gedib deyirəm ki, sənin border radiusunda sən də bükürəm. Sən də ol 10 piksel. Vəsə. Bu da büküldü. Gördünüz? İndi bir dənə qaldı bu. Buttonum qaldı. Bir də ki, bunların. Məsəl üçün, inputlarımız çox belə dardır. Mən inputlarıma gedib demək istəyirəm ki, qardaş, inputlar sənin biraz böyük, içərindəki yazı ilə məsafə saxla. Bu nə deməkdir? İçəridəki yazı ilə məsafə. Bu table'dan belə ağlınızda qalmalıdır ki, table'da cell spacing və cell padding deyə bir şey var idi. Cell padding içəridən məsafəni böyüdür. Yəni gedib deyərsən ki, paddingin olsun, aşağıdan yuxarıdan tutaq ki, hamısını 5 piksel deyim. Pis deyil. Amma adətən məsəl üçün deyə bilərsən ki, burada məsəl üçün heç şeyə ehtiyac yoxdur. Sağdan soldan verməyə. Yox, əslində olsun. Pis də görsənmir belə baxanda. Aşağıdan yuxarıdan biraz çoxalda bilərsiniz. Deyə bilərsiniz ki, 10 piksel aşağıdan yuxarıdan, 5 piksel sağdan soldan. Gördünüz? Bu qaydada da verə bilərsiniz. Amma bu qaydada deyəsən daha qəşəng olur. 5 piksel. Belə daha qəşəng. Və bunu hamısına verin. Fikir verin. Input'a, select'ə və button'a. Gördünüz? Button da çox belə gözəl hal aldı. Ayrıca olaraq yenə button gedib paddingini dəyişmək istəsəz, gedib deyirsiniz ki, button, sən o paddingdən olma. Gəl. 10 piksellik paddingdən ol. O da deyər ki, yaxşı qardaş. Gördünüz bunda. Button'ın background color'ına deyərsən ki, tutaq ki, gəl sən də bundan ol. Görürsünüz, loqonun itdi. Çünki niyə loqo bizdə başqa rəngdə idi? Düzdürmü? Loqo daha doğrusu eminli bu göy rəngdə idi. Ona görə itdi. Ona görə gedib deyərəm ki, hə. İndi necə gedib deyə bilərəm? Ay sağ ol. Məsəl üçün, burada i-yə vermişəm da bütün color'ları. Amma iminli button'ın içindəki i-ni dəyişməliyəm. 2 qayda var. 3 qayda var daha. Bir gedib iminli bu button'ın içindəki i-yə klassını götürüb, baxın fast klassı var zaten bunun anadan gəlmə. Zavoddan gəlmə fast klassı var. Ya bunun gedib fast klassını götürərsən, gedib deyərsən ki, qardaş. Fast class hamısında var. Hə. Fast klassı deyirəm. Səhv götürdüm mən. Bu ikinci klass. Bəli, fast klass hansıdır? Düz. Çox düz. Bunun öz klassını götürərsən, bu artıq unique klassıdır. Gedib deyirsən ki, buna, qardaş, sənin color'ın olsun ağ. Gedib baxırsan ki, aldım, almadım. Aldı mı? Aydındır. Bunu ID ilə də verə bilərsən, eyni qaydada. Və yaxud gedib deyə bilərsən ki, qardaş, iminli məndə button'ın içində bir dənə də i var. Tamam. Onun color'ı olsun ağ. Bu qaydada da deyə bilərsən. Və yaxud button'ın içindəki hər şeyin color'ı olsun ağ. Heç buna da ehtiyac yoxdur. Gedib belə də deyə bilərsən. Amma ki, belə eləyəndə button'ın öz rəngi gəlmir, button'ın rəngi gəlmir. Yaxşı, biz hər şeyə dedik axı, niyə olmur? Əslində bu olmasaydı olardı. Tamam. Amma bizdəki bu olmasaydı deyirəm, daha doğrusu. Bu olmasaydı olardı. Amma bizdə bu kod bizim bu birinci yazdığımız kodu üstələyir millət. Yəni sonra yazın da mən. bax, sən oldu? Sonra yazdıqda daha important olmur. Yox, dəxlisi yoxdur. Mənim deməyə çalışdığım odur. Sonra əvvəlin dəxli yoxdur burada. Burada dəxli olan priority-dir. Yəni ki, hansını daha öncəlik götürür. Biz də öncəlik götürdükləri birinci klassdan aiddir. Tamam, klass ID yazanda sonra oldu, əvvəl oldu. Fikir ver, məsəl üçün bax, bu klasslı deyil. Tamam. Bunu keçirt əvvələ, tutaq ki. Yenə işləyirmi? Çünki bu priority-dir. Bu bütün i-taglərinə hər hansısa bir şey bildirmisən. Bu amma spesifik olaraq bildirmisən. Aydın oldu. Bu məsəl üçün spesifiklik məsələsi var. Bu bütün button'a bildirmisən ki, içindəkilər
color olsun, nə bilim nə. Amma burada spesifik olaraq i-yə bildirmisən. Hansını daha spesifik bildirmisənsə, onun rəngi daha priority hesab olunur. Onun daha doğrusu kodu. Aydın oldu nə demək istəyirəm? Bəli, bəli. Tamam. Və sən artıq bu button'un olmur belə olanda. Sən bunu amma gedib spesifikləşdirsən ki, button'ın bunu bağlayaq, bunu bağlayaq. Baxın bu spesifikdir. Bu çünki klassdır. Bunu bağladıq olmur. Çünki baxın bu daha spesifikdir ki, i taginin rəngi olsun göy. Bu amma spesifik deyil. Button'ın içindəkilərin rəngi olsun. Amma desəm ki, button'ın içindəki i-nin iminli rəngi olsun ağ. İndi baxın background, padding, 10 piksel buna aid olmamalıdır əslində. Görürsünüz bu ağı dəyişir. Çünki niyə? Button'ın içindəki artıq i bu i-dən ümumi olaraq verilmiş i-dən nədir daha? Daha nədir? Aynen. Daha önəmlidir. Çünki daha spesifikdir. Daha spesifik bildirmisən. Və sən burada gedib bir də desən ki, qardaş, button'ın içindəki i-lər olsun color ağ. Bu gedib onu tutacaq. Aydın oldu. Eyni şəkildə gedib input'a, select'ə, button'a hamısına da border radius verə bilərsiz. Bunlar da olur belə yumru qaydada. Gördünüz millət? Və bunların da biraz paddingini də məsəl üçün dediyim kimi aşağıdan yuxarıdan çoxalda bilərsiniz. 8 pikselli eləyə bilərsiniz. Və məsəl üçün görürsünüz bunlar bura yapışıb. Ya bu adınızla input'u ayırmaq üçün nə edirsiniz? Salamünaleyküm. Adınız sözü ilə buradakı input var ya, onu ayırmaq üçün. Aralamaq üçün. Hamısını. Margin. Ya gedib buna margin button verərsiniz, ya da inputlara gedib margin top verərsiniz. Düzdürmü? Ay sağ ol. İkisindən biri. Yəni ki, tutaq ki, label yoxdur burada. Label'a gedib deyərsən ki, nə? Margin button. Çünki aşağısında da inputlar hamısında. Nə qədər tutaq ki, yəni 10 piksel. Gördünüz? Tutmadı. Niyə tutmadı? Margin açıb 10 piksel yazarım. Niyə tutmadı bilirsiniz? Yukarıdan götürürəm. 100 piksel olsa tutar bu. Niyə tutmadı sizcə? Formun ölçüsünə görə də. Bəli? Formun ölçüsünə görə də o şey maksimum ölçülərinə görə. Əslində yox. Çünki baxın inline blok məsələsi öyrəndik biz. Label özü uşaqlar display olaraq inline-dir. Ona görə hər hansısa bir ölçü tutmur. Tamam. Əgər label'ın ölçüsü blok olsa, ölçü deyəndə daha doğrusu display blok olsa, tuturmu hal-hazırda? Gördünüz? Yəni ki, bu inline blok və blok olsa görün artıq nə qədər öz-özündən məsafə saxlayır. Heç margin button verməyə belə ehtiyac yoxdur. Çünki artıq blokdur. Özündən əvvəl də məsafə saxlayır. Inline blok. Bunların hamısını öyrənəsiniz inşallah gələn dəfədən. Gələn dəfədən, bəlkə də ondan sonraki də dəfədən. Məsəl üçün margin button versəm hal-hazırda 10 piksel. 5 piksel də bəs eləyər. Yəni ki, bizdə inline olan elementlərimiz, öz ölçüsü qədər yer tutan elementlərimiz şey tutmur. Nə tutmur? Nə tutmur millət? Ölçü tutmur. Margin padding tutmur. Width də tutmur. Ölçü tutmur ümumiyyətcə. Və buna məsəl üçün bayaq da məsəl üçün bu xəta buna görə ola bilərdi. İndi məsələn text align center desəm tutaq ki buna. Atar mərkəzə elementləri, yox label. Çünki elementləri içində hər hansısa bir ölçüdə deyir. Sırf səni gəl blok eləsək, yox elə biz gül kimi ortaya gətirmişik belə. Hə, sırf blokda atar. Amma sırf da blok eləməyin mənası yoxdur. Bu şəkildə qalsın, bu şəkildə gözəldir. Gözəldir formumuz. Hətta bunu da məsəl üçün səyahətinizi planlayın var. Bu nədir? Bu da legendin içində yazılıbdır. Tamam, legenda da gəlin bunu da inline qaydada verək. Gedib legenda deyirəm ki, style. Şeyini böyütmək istəyirəm. Ölçüsünü. Deyin. Bura baxmayın. Font size. Sağ ol. Font size deyirəm ki, tutaq ki, statik 16 pikselsən daha, o 20 pikselmədir. Böyüdü. Biraz da deyirəm ki, font weight bold. Qəşəng deyim. Yaxşı da millət. Yaxşı. Tamam.
Hər hansısa bir başa düşmədiyiniz bir şey. Bunu bilirsiniz nə eləməyinizi istəyirəm? Bilirsiniz nə eləməyinizi istəyirəm? Bunun videosunu atacağam sizə. Bunu oturub videoya baxa-baxa tək-tək da, yəni videoda çox sürətli getdim. Necə sizə rahatdır? 0.5x-a qoyub bir yerdə bunu mənlə bir yerdə hamısını işləyirsiniz. Tamam. Ondan sonra elə səviyyəyə çatmağınızı istəyirəm ki, videonu bağlayıb işləyə biləsiniz. Aydın oldu sizə nə deyirəm? Baxın, bunu gedin, videosunu atacağam sizə. Oturun videoya baxa-baxa işləyin. Ondan sonra videoya baxa-baxa işlədiniz. Ondan sonra videonu qoyun qırağa elə işləməyə çalışın. Nəsə başa düşməyəndə açın videoya baxın. Ondan sonra üçüncü, dördüncü dəfə o qədər səlisli işləyin ki, videoya baxmayasınız. Burada artıq hiss eləyəsiniz ki, nəsə var. Aydın oldu? Rekordu bağlayıram.